Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü mövzumuz şəxsiyyətin formalaşdırılması və inkişafıdır. Şəxsiyyət dedikdə insanın sosial mahiyyəti, onun cəmiyyətdə formalaşmış xüsusiyyətləri, əxlaqi, mənəvi, intellektual və emosional keyfiyyətləri başa düşülür. Qısa olaraq desək, şəxsiyyət insanın cəmiyyətdə qazandığı sosial və mənəvi xüsusiyyətlər toplusudur. Tədqiqatçıların fikrincə, şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir. Daxili amillər dedikdə bioloji, genetik, fizioloji, fiziki amillər nəzərdə tutulur. Xarici amillər dedikdə isə ailə mühiti, sosial-iqtisadi vəziyyət, cəmiyyət, onlarla olan münasibət nəzərdə tutulur. Pedaqogika və psixologiya elmində şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı 3 əsas konsepsiya vardır. Yəni, şəxsiyyətin formalaşmasında 3 əsas istiqamət vardır. Bioloji konsepsiya, sosioloji konsepsiya və biososioloji konsepsiya. Bioloji konsepsiyaya əsasən şəxsiyyət doğulandan etibarən bütün xüsusiyyətlərini, davranışlarını özü ilə gətirir. Yəni ki, şəxsiyyətin bütün xüsusiyyətləri genetik faktorlarla doğulandan etibarən onda olur və daha sonra daha da inkişaf edir. Sosioloji amillərə görə isə insan bioloji varlıq ola bilər, lakin şəxsiyyətdəki olan həmin xüsusiyyətlər genetik deyil, sosial çevrəyə görə formalaşır. Sosioloji konsepsiyanın nümayəndələri insanın bioloji varlıq olduğunu qəbul edir. Lakin doğulduğu anda onun zehninin tamamilə təmiz olduğunu, zamanla ətraf mühitə uyğun xarakterinin dəyişdiyini düşünürlər. Biososioloji konsepsiyanın nümayəndələri isə deyir ki, şəxsiyyətin formalaşmasında 2 faktor da çox önəmlidir. Şəxsiyyət irsiyyətlə ötürülür və sosial amillərin təsiri altında formalaşır. Yəni, genetik olaraq bizdə xarakter xüsusiyyətləri doğulanda var, lakin çevrəyə əsasən o daha da inkişaf edir. Yəni ki, sosial amillər olmadıqda genetik faktorun mövcudluğuna baxmayaraq hər hansı bir xarakteri xüsusiyyət formalaşmır. Daha sonra, İnsanın inkişafı və onun şəxsiyyət kimi formalaşması 3 başlıca amilin, irsiyyət, mühit və tərbiyənin qarşılıqlı təsirlə həyata keçirilir. İrsiyyət dedikdə valideynlərdən, qohumlardan uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi başa düşülür. Yəni, hər hansı bir fiziki əlamətlər ola bilər, genetik xəstəliklər ola bilər və yaxud da ki, hər hansı patoloji qüsurlar ola bilər. Məsələn, elə olur ki, 2 valideynin göz rəngi qəhvə idi, amma uşaq doğulanda onun göz rəngi göy rəngi olur. Baxırlar ki, anasının və yaxud da atasının gözü göy rəngdə deyil. Lakin tutaq ki, babasının və yaxud da ki, atasının hansısa bir qohumunun göz rəngi məsələn fərqli rəngdədir, göy rəngdədir. Və o genetik olaraq gəlib uşaqda göz rənginin göy rəngi olmasına səbəb olur. Bu irsiyyətdir. İrsiyyət şəxsiyyətin formalaşmasına təsir etsə də aparıcı bir amil deyil. İkinci mühit. Mühit dedikdə sosial və təbii mühit nəzərdə tutulur. Sosial mühit şəxsiyyətin inkişafına bilavasitə təsir göstərir. İnsan gördüyünü, eşitdiyini daha tez anladığı üçün, yəni ona baş verənlərə daha tez reaksiya verir və bununla da onda müəyyən bacarıqlar və vərdişlər formalaşır. Sosial mühit həqiqətən insana çox təsir edir. Siz düşünün ki, iki uşaq var, 2 qardaş deyək. İkisi də başqa-başqa məktəblərdə və yaxud da başqa-başqa yerlərdə məktəbə gedirlər və birinin sinif yoldaşlarının hamısı çox yaxşı oxuyandır, çox mədəni uşaqlardır, tutaq ki, çox ağıllıdırlar. Lakin digərinin sinif yoldaşları çox nadinc, dəcəl, yəni çox da oxumağa marağı olmayan uşaqlardır. Hər şagird, belə deyək də, ortalama olaraq hesabladıqda 50% ehtimalla həmin o şagirdlər öz sinif yoldaşlarına bənzəyəcək. Şagirdlər dedikdə, yəni həmin o 2 qardaşı nəzərdə tuturam. Yəni, yaxşı oxuyan sinif yoldaşları olan həmin o yaxşı mühitdə oxuyan şagird, daha doğrusu həmin uşaq, özü də dərslərə diqqətli yanaşacaq, daha mədəni davranacaq, tutaq ki, etik qaydalara daha çox riayət edəcək, çox nadinclik etməyəcək, tutaq ki. Lakin problemli sinifdə oxuyan həmin uşaq dərslərə çox da maraq göstərməyəcək və yaxud da ki, qardaşına nisbətən dərslərə çox maraq göstərməyəcək, evdə yeri gəldikdə nadinclik edəcək, məsələn, yeri gəldikdə kobud danışacaq. Yəni, 2 ikiz qardaş olduğunu düşünün, onlara eyni valideynlər tərbiyə verir, lakin onların günün tutaq ki, müəyyən bir qismini keçirdiyi sinif yoldaşları, yəni onların çevrəsi, onların şəxsiyyətinin formalaşmasına böyük bir şəkildə təsir edir. Təbii mühit dedikdə isə ailə mühiti nəzərdə tutulur və təbii mühit kiçik yaşlı uşaqların inkişafına güclü şəkildə təsir edir.
Bildiyimiz kimi, şəxsiyyətin formalaşmasında müxtəlif yanaşmalar vardır və bu yanaşmalara əsasən insanlar müxtəlif vəziyyətlərdə müxtəlif yanaşmalar ortaya qoyur. Yəni ki, insanların ətrafında olan müxtəlif insanlara, hadisələrə, baş verənlərə münasibəti fərqli ola bilər. Bəzi insanlara fiziki və ya sosial mühit təsir edir. Yəni belə deyək, ətrafdakı insanların təsiri altına tez düşür bəzi insanlar. Lakin bəzi insanlara isə ətrafdakı insanların dedikləri, baş verənlər çox da təsir etmir. Bu araşdırmaya əsasən insanlar iki tipə ayrılır. Ekstravertlər və introvertlər. Ekstravertlər qısa olaraq desək, başqasının fikrini önəmsəyirlər. Daha çox yəni. Ortalama olaraq ekstravert tipə sahib olan insanlar daha çox başqa şəxslərin fikrini önəmsəyir, qərarlarını başqalarının düşüncələrinə əsasən verirlər. Hər hansı bir qərar verərkən və ya da hər hansı bir məqamda özlərinin fikri olsa da, qərarlarını başqalarının fikirlərinə, başqa belə deyək, xarici faktorlara əsasən qeyd edirlər. Ekstravert şəxslər ünsiyyəti çox sevir. Diqqət mərkəzində olmağı sevirlər. İnsanlarla ünsiyyət onlara stimul verir. Təklik onlara can sıxıcı gəlir. Bəzən onlar dərindən düşünmədən nəticə çıxardırlar və buna görə də fikirləri tez-tez dəyişə bilirlər. Əksər vaxtlarda ətrafda olan insanların fikrinə əsasən davranırlar, nəticə çıxartmaqda tələsirlər. Ekstravert tipinə sahib olan insanlar asanlıqla cəmiyyətin aktiv bir üzvünə çevrilə bilir. Bu onlarda müsbət bir xüsusiyyətdir. Lakin ekstravert şagirdlərin rastlaşa biləcəyi müəyyən çətinliklər də vardır. Biz qeyd etdik ki, ekstravertlərdə xarici faktor çox önəmlidir. Yəni ki, onların motivasiya mənbəyi xarici stimullardır. Ekstravert şagirdlər tutaq ki, dərs vaxtı fənnə və yaxud da mövzuya, fəaliyyətə maraq oyanması üçün onlarda müəyyən bir həvəsləndirməyə ehtiyac duyurlar. Tutaq ki, fənnin müəlliminə qarşı xoş bir münasibətləri varsa, o fənni oxuyurlar. Lakin müəllimdən xoşları gəlmirsə, artıq xarici faktor təsir etdiyi üçün o fənnə də maraqları olmur. Ekstravertlərdə daxili faktor zəif olur. Yəni onların xarici faktorların təsiri altına düşməsi, yüksək ehtimaldır. Buna görə də onlar mənəvi dəyərləri aşağı olan insanlarla münasibətdə olduqda onların təsirinə düşə bilir, onların təsiri altına düşə bilir. Onların təsiri altına düşüb müxtəlif davranışlar nümayiş etdirə bilərlər. Bu zaman müəllim mütləq şəkildə belə vəziyyətlərdə şagirdlərə diqqət yetirməlidir, onlarda təfəkkürü inkişaf etdirməlidir. İntrovert şəxsiyyət tipinə baxaq. İntrovertlər qərarlarını daha çox şəxsi fikirlərinə əsasən verirlər. Onlar üçün əsas öz düşüncələridir. Yəni onlar xarici faktorları nəzərə alırlar. Yəni kənardakıları dinləyir, lakin özü son qərarı özünə uyğun olduğu şəkildə verir. Həmçinin introvert şəxsiyyət tipinə sahib olan insanlar başqalarının təsiri altına nadir hallarda düşür. Çünki onlara xarici faktorlar çox da təsir etmədiyi üçün kiminsə təsiri altına və yaxud da hər hansı bir şəxs ona mənfi nəsə desə və yaxud da ki, çevrəsi belə deyək, mənəvi dəyərləri aşağı olan insanlarla əhatəli olsa, bu şəxsiyyət tipində olan insanlara çox da təsir etmir. Dedik ki, ekstravert şəxsiyyət tipinə sahib olanlar xarici təsirin altına çox tez düşürlər. İnsanların dedikləri olsun, ətraf mühit olsun, cəmiyyət olsun, tez dəyişə bilirlər, qərarlarını dəyişdirə bilirlər. Lakin introvertdə belə deyil. Xarici təsir altına düşmür, qərarlarını, cəmiyyəti dinləsələr belə, qərarlarını sonda öz daxili, belə deyək, mülahizələrə əsasında verirlər. Introvert şəxslərdə motivasiya və ya həvas daxili faktorlardan yaranır. Məsələn, bayaq qeyd etmişdik ki, şagird əgər müəllimi sevməsə, fənni də sevmir. Lakin burada belə deyil. Müəllimi sevdi, sevmədi, fənnə marağı varsa, o fənni davamlı olaraq oxuyacaq. Müəllimlə arasında olan münasibət xoş olmasa belə, davamlı olaraq o fənni oxuyacaq həmin introvert şəxsiyyət tipinə sahib olan şagirdlər. İntrovert şəxslərdə müşahidə olunan müəyyən xüsusiyyətlər var. Məsələn, təklik onları daha çox motivasiya edir, nəticə çıxartmaq üçün daha çox vaxta ehtiyac duyurlar. Şəxsi fikirlərinə əsasən nəticə çıxardırlar. Uzun və səhti müzakirələr yorur onları. Müəyyən çətinlikləri var bu şəxsiyyət tipinin də qeyd etdiyimiz kimi. Bunlardan biri odur ki, onlar çox dərindən düşündükləri üçün onlarda nəticə çıxartmaq müəyyən qədər vaxt alır. Bu da dərs vaxtı suallara cavab verməkdə və ya tapşırıqları həll etməkdə ləngiməyə səbəb olur. Ona görə müəllim bu məqamda vaxt faktorunu nəzərə almalıdır. Bayaq da qeyd etmişdik ki, səhti söhbətlər və yaxud da uzun müddətli ünsiyyət onları yorur. Və onlar təkliyə daha çox üstünlük verir. Və bu bir müddətdən sonra həmin o şəxslərdə asosiallığa səbəb ola bilər.
Buna görə də müəllim bu halın qarşısını almaq üçün həmin o şagirdlərdə mütəmadi olaraq belə deyək, müxtəlif cütlərlə iş ola bilər, qruplarla iş təşkil etməlidir ki, həmin o şagirdlərdə asosiallıq yaranmasın. Və üçüncü şəxsiyyət tipi də var ki, bu iki şəxsiyyət tipinin qarışığı. Ambivert. Yəni bunu qeyd edək ki, hər bir insanda həm ekstravert, həm də introvert şəxsiyyət tipi ola bilər. Lakin bunun hansı daha üstündürsə, həmin o şəxsiyyət tipinə aid edilir şəxs. Lakin bəzi insanlarda ekstravert və introvert eyni səviyyədə inkişaf edir. Eyni dərəcədə inkişaf etdiyi üçün bu şəxslər ambivert şəxsiyyət adlanır. Ambivert şəxsiyyət tipinə sahib olan insanlar daha çox üstünlüyə sahibdirlər. Çünki onlar daha çox uyğunlaşa bilir müxtəlif belə deyək situasiyalarda, daha az problemlə rastlaşırlar. Şəxsiyyətin formalaşması ilə bağlı müxtəlif yanaşmalardan biri də odur ki, şəxsiyyətin inkişafının müxtəlif mərhələləri vardır. Bu mərhələlərdən birincisi əxlaqi dəyərlərin olmadığı dövrdür. Əvvəlcə bunu qeyd edim ki, bu şəxsiyyətin inkişaf mərhələləri Jean Piaget'in əqli inkişaf nəzəriyyəsi ilə demək olar ki, eynidir. Məsələn, birinci mərhələ əxlaqi dəyərlərin olmadığı dövr 0-2 yaş dövrünü əhatə edir və hissi-hərəki mərhələsindən demək olar ki, eynidir. Bu dövr körpəlik illərinə təsadüf edir və burada uşaq nəyin doğru, nəyin yanlış olduğunu dərk etmir. Burada şəxs bütün hərəkətləri fiziki ehtiyacların ödənməsi üçün edir. Bütün emosiyaları və yaxud da ki, hərəkətləri burada idarə etmək mümkün deyil. İkinci mərhələ özünə yönəlmə mərhələsidir. Bu isə ilkin əməli mərhələsinə daha çox uyğun gəlir. Burada uşaq özünü və ya digər belə deyək, maraqları ayırd edə bilir, lakin onun üçün ən önəmli özü və özünün istəkləridir. Qayda qanunları bilir, lakin əməl etmir. Çünki özünü məmnun etməyə yönəlir. Üçüncü mərhələ ənənələrlə ayaqlaşma dövrüdür. Bu da konkret əməli mərhələsinə uyğun gəlir. 6-12 yaş aralığını əhatə edir. Bu mərhələdə artıq uşaqlar həmin o bundan əvvəlki mərhələdə bildikləri qaydalara əməl etməyə çalışırlar. Çünki etməsələr onlara hər hansı bir belə deyək, cəzanın veriləcəyini, hər hansı bir pis bir nəticənin gözləyəcəyini bilirlər. Dördüncü mərhələ qeyri-rasional şuur dövrüdür. Yeniyetməlik dövrünü əhatə edir və bu yeniyetməlik bu dövrdə baş verir. Burada uşaqlar emosiyaların təsiri altında qalırlar və məntiqlə hərəkət edə bilmirlər. Yəni bu dövrdə olan uşaqların verdiyi qərarlar, səsləndirdiyi fikirlər, yürütdüyü mühakimələr məntiqə əsaslanmır. Emosiyalara yönəlir. 5-ci mərhələ isə rasional şuur dövrüdür. Bu artıq yetkin yaşlara təsadüf edir. Burada artıq fərd öz məntiqi ilə hərəkət edə bilir. Yəni ki, bu mərhələdə olan şəxslərin göstərdiyi davranış, dediyi sözlər, mühakimələr artıq məntiqə və anlamaya əsaslanır və xarakterin formalaşmasının ən yüksək mərhələsidir. Yəni, burada görürük ki, özünə yönəlmə dövründə, yəni 2-6 yaş arasında hər şey bilir, yəni cəmiyyətin dəyərlərindən xəbərdardır, lakin onları əməl etməyə özünü borc bilmir. Amma 6-12 yaş arası, yəni ki, ənənələrlə ayaqlaşma dövründə qaydalara, belə deyək, dəyərlərə əməl etməyə çalışır və əməl etməkdikdə onun nəyinsə gözlədiyini bilir. Daha sonra qeyri-rasional şuur dövrü idi və bu dövrdə artıq yeniyetməlik dövrüdür. Burada şagird və yaxud da şəxs ümumiyyətlə irrasional düşünür. Daha sonra yetkinlik dövrü, yəni rasional şuur dövrü. Burada artıq xarakter formalaşır. Daha sonra indi isə şəxsiyyətin formalaşdırılması üçün istifadə olunan strategiyalara baxaq. Bu strategiyalardan birincisi qruplarla işdir. Şəxsiyyətin inkişaf etməsi üçün müxtəlif strategiyalardan istifadə etməyimiz vacibdir. Qruplarla iş strategiyası isə önəmli strategiyalardan biridir. Necə? Müəllim təlim prosesində qrupları belə deyək, ayıran zaman, qruplarla işdə qrupları bölən zaman həm introvert, həm ekstravert şagirdlər hər qrupda olmalıdır. Yəni bir qrupda sadəcə ekstravert və ya bir qrupda sadəcə introvert şagirdlərin olması düzgün qrup ayrımı deyil. Hər qrupda müəyyən xüsusiyyətlərə uyğun şagirdlər olmalıdır və bu qruplar heterogen qruplar adlanır. Daha sonra düşünmə vaxtının verilməsi. Bunun haqqında əvvəlcə də danışmışdıq. Müəllim şagirdlərə sual olaraq müraciət etdikdə, onlardan dərhal cavab tələb etdikdə, şagirdlərin bəziləri nəticə çıxartma vaxtı olmadığı üçün suala cavab verə bilmir və sanki mövzudan xəbərsizmiş kimi görünür. Bu vəziyyətin qarşısını almaq üçün müəllim sualı şagirdə yönəltdikdə müəyyən düşünmə vaxtı verməlidir. Daha sonra müsbət gözlənti. Şəxsiyyətin formalaşmasına təsir edən amillərin sırasında müəllimin şagirddən gözləntiləri də yüksək səviyyədədir. Yəni ki, müəllimin şagirddən olan əks əlaqəsi, ona verdiyi rəylər şagirdin şəxsiyyətinin formalaşdırılmasına təsir edir.
Ona görə də biz müsbət gözləntilərimizi şagirdə bildirməli və onun uğur qazanmasını və yaxud da ki, daha yaxşı bacaracağını və s. tipli müxtəlif ona müsbət mənada rəy verməliyik. Daha sonra müzakirə prosesinin təşkil edilməsi. Müzakirə prosesi zamanı, yəni bu strategiyada belə deyək, müəllim elə bir şərait yaratmalıdır ki, şagirdlər fikirlərini səsləndirərkən kənardan bir şəxsin ona təsiri olmasın. Şagirdlər kənar müdaxilə olmadan öz fikirlərini rahat şəkildə ifadə edə bilsinlər. Digər bir strategiya tərbiyədə əks əlaqədir. Bu nə deməkdir? Yəni ki, tərbiyə olunan şəxsdə yalnız biz nöqsanları görüb, nöqsanları vurğulasaq, bu onun şəxsiyyətinin inkişafına mənfi təsir edər. Biz şagirdlərdə onların mənfi yönlərini, nöqsanlarını dediyimiz kimi, onların müsbət yönlərində vurğulamalıyıq. Daha sonra sağlam və qayğıkeş mühit. Şagirdlər nəvaziş, sevgi, xoş rəftar gördüyü yerdə özlərini daha güvəndə, daha rahat hiss edirlər. Ona görə də biz müəllim olaraq sağlam və qayğıkeş bir mühit yaratmalıyıq. Qayğı, nəvaziş göstərilən şagird özünü cəmiyyətdə daha yaxşı, daha önəmli şəkildə hiss edir. Daha sonra sosial və emosional bacarıqlar. Digər bir məsələ də budur ki, müəllim şagirdlərdə sosial və emosional bacarıqları mütləq şəkildə inkişaf etdirməlidir. Şagirdlər emosiyalarını yaxşı istiqamətdə yönləndirməyi bacarsalar, onların xarakterləri də düzgün şəkildə formalaşacaqdır. Biz bunu keçən dərsdə Daniel Goleman'ın emosional intellekt nəzəriyyəsində danışmışdıq, emosional intellekt və onun önəmi haqqında. Daha bir strategiya isə yüksək ideyalara sahib olmaq. Əgər şagird yüksək ideyalara sahib olarsa, onun ardınca getməyə çalışacaq və özünə yaxşı bir xarakter formalaşdıra biləcək. Buna görə də müəllim davamlı olaraq yüksək uğurları olan, yüksək belə deyək, ideyalara sahib olan insanlar haqqında şagirdlərə nümunə gətirməli və onlar haqqında davamlı olaraq şagirdlərin yanında danışmalıdır ki, şagirdlər həmin şəxsləri özlərinə nümunə olaraq götürsün və özlərinə uğurlu bir, belə deyək, seçim etsinlər. Daha sonra səmərəli vərdişlər. Vərdiş həm zehnimizi, həm emosiyalarımızı, həm bədənimizi nəzarətdə saxlayan, şuurlu şəkildə icra edilməyən, amma müntəzəm olaraq etdiyimiz hərəkətlərdir. Yəni, vərdişlər bizim düşüncələrimizi, hisslərimizi, davranışımızı hökm edə bilir. Buna görə də xarakterimizi istiqamətləndirir. Məhz buna görə də biz müəllim olaraq şagirddə yaxşı vərdişlərin yaranmasına, pis vərdişlərin aradan qaldırılmasına şərait yaratmalıyıq. Daha sonra iradə gücünün formalaşdırılması. Baxın, müəllim şagirdə iradəli olmağı öyrətməlidir. Çünki güclü bir iradəyə sahib olmaq düzgün xarakterin formalaşmasına yüksək səviyyədə təsir edir. Daha sonra mükafatlandırma və mənfi nəticələr. Müəllimlər şagirdin yaxşı davranışlarına görə yeri gəldikdə şagirdləri tərifləməlidir. Onlar təriflədikdə yaxşı davranışlarına, doğru addımlarına görə təriflədikdə onların bu davranışları daha belə deyək, daha çox olacaq. Davamlı şəkildə bu davranışı göstərəcəklər. Həmçinin şagirdin mənfi davranışının mənfi nəticələrə gətirib çıxardacağını da şagirdə göstərməliyik ki, onda doğru bir xarakter formalaşdıra bilək. Daha sonra mənəvi əxlaqi mövzularda müzakirələr və problem həll etmə fəaliyyətləri, yəni ki, müxtəlif müəllim, müxtəlif həyati situasiyalar götürüb, müxtəlif müzakirələr təşkil etməlidir və müxtəlif əxlaqi, belə deyək, problemlərə bütün insanlar üçün ədalətli ola biləcək bir həll yolu tapmağa şagirdləri həvəsləndirməlidir. Daha sonra özü ilə bağlı refleksiya etmək imkanı yaradılması, müəllim şagirdlərə necə bir şagird olduqlarını, gələcəkdə necə biri olmaq istədikləri ilə bağlı müxtəlif fəaliyyətlər verə bilər. Bunun sayəsində şagirdlər özləri haqqında daha geniş məlumata sahib olacaq. Daha sonra ümumi məktəb mühitinin ədalət və hörmət hisslərinə əsaslanması. Məktəb mühitində müəyyən qaydalar qoyulmalı və bu qaydalar şagirdlərin təhlükəsizliyini nəzərə almalıdır. Məktəbdəki hər kəsdə də hörmətlə yanaşılmalıdır. Ədalətlilik prinsipinə əsaslanmalıdır məktəbin siyasəti, həmçinin məktəb rəhbərliyi və müəllimlərin davranışında da kobudluq müşahidə edilməməlidir. Yəni, düşünün, müəllimin etik davranmadığı bir mühitdə şagirddə necə etik davranmasını istəyə bilərik? Gördüyünüz kimi, dərs çox çətin dərs deyil. Biraz uzun olsa da, əslində bir dəfə dinləyib, daha sonra kitabdan da bir dəfə oxusaz, rahat şəkildə öyrənə biləcəyiniz bir mövzudur. Yəni, mövzumuz bura qədərdir. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.